Dəyərli izləyicilərimiz, bəli, biz növbəti kateqoriya üzrə mükafatlandırma mərasimindəyik. Next Gen Creatures kateqoriyası üzrə şagirdlərin mükafatlandırılması keçirilir və 3-cü yerin qalibləri dəvət olunur səhnəyə və öz belə deyək də medallarını almaq üçün. Siz hazırda o görüntüləri görürsünüz. Bəli, medallar və belə deyək, hədiyyələr təqdim olunur. Komandamızı alqışlarla yola salırıq və onları uğurlar arzu edirik. Salam, necəsiz? Salam, yaxşı. Təbrik edirəm. 3-cü yer eləmir. Bəli. Komandanızın adı necə gedir? Roboforge. Layihəniz barəsində mənə qısa məlumat verərsiniz. Layihə barəsində mənə qısa məlumat verərsiniz. Biz öz körpümüzü xüsusi tağ və turist formalarından düzəltmişik ki, o daha dözümlü olsun və turist elementləri daha kilit forması yaradaraq daha dözümlü olsun və güclü olsun. 3-cü yeri gözləyirsiniz, yoxsa daha yüksək pilləmi? Bizim ölçülərdə biraz problem olmuşdu. Ona görə körpümüzün biraz qüsuru oldu. Buna görə 3-cü yerə çıxdıq. Daha yaxşı yerə çıxa bilərdik. Məncə bu da daha yaxşı bir nailiyyət. Bəli. Uğurlar arzu edirik, təbrik edirik. Bəli, dəyərli izləyicilərimiz, bir daha qeyd etmək istəyirəm ki, Next Gen kateqoriyası üzrə bizim şagirdlərimiz mükafat alırlar, 3-cü yerdir və hazırda qızlar səhnədədir. Onlara da hədiyyələr təqdim ediləndən sonra məhz müsahibəmizi alacağıq. Bir daha qeyd etmək istəyirəm ki, şagirdlərimiz Next Gen Creatures kateqoriyası üzrə yarışırlar. Və qəşəng qızlar, sizi yanıma alım, necəsiz? Yaxşı, çox sağ olun. Adınız necədir? Nuralzadə Rəbiyyə. Sizin adınız? Cəlilli Emilya. Hansı hardan qatılırsınız? Şirvan şəhərindən. Onlardan tam orta məktəbin şagirdləri. Komandanızın adı necə gedir? Xudafərin komandası. Qısa layihəniz barəsində mənə məlumat verərdiniz, zəhmət olur. Layihənin əsas məqsədi dayanıqlı və estetik görünüşü körpü düzəltməkdir. Biz də dizayn və dayanıqlı önəm veririk körpümüzə. 3-cü yeri gözləyirdiniz, yoxsa daha yüksək bir pillə? Əslində düzəcə gözləmirdik. Amma yəni heç gözləmirdik, onda həqiqətən 3-cü yerə layiq görüldük. Yəni qalib olacağı iddialı. Əslində əvvəl həqiqətən iddialı idi, amma rəqiblərimiz həqiqətən çox güclü komandalardır. Gözləmirdik 3-cü yeri. Təbrik edirik, uğurlar. Bəli, dəyərli izləyicilərimiz, bir daha qeyd etmək istəyirəm ki, bugün STEAM festivalının 3-cü günü, yəni sonuncu günündə mükafatlandırma mərasimi təşkil olunur. Müxtəlif kateqoriyalar üzrə yarış sahələrində bizim komandalarımız öz mükafatlarını alırlar. Hələlik bizdən bu qədər.